xatırlayaq. Mən deyirəm, sizin yadınıza salıram. Deməli, var idi lafsan lifi, var idi enant lifi, var idi naylon lifi, var idi kapron lifi. Lafsan lifi nədən əmələ gəlirdi uşaqlar? Lafsan lifi. Tereftal turşusu ilə etilen glikoldan. Tereftal turşusu ilə etilen glikoldan Fərid nə edirdi? Lafsan lifi əmələ gəlirdi. Tereftal turşusu etilen glikol. Belə bir sual bizə verilsə ki, lafsan lifi 1 monomerdən əmələ gəlir, yoxsa 2 monomerdən, orada 2 dənə maddədən əmələ gəlir. Su ilə spirtdən əmələ gəlir. Lafsan lifində uşaqlar hansı qrup var? Deyə bilərik, lafsan lifində mürəkkəb efir qrupu var. Bunu deyə bilərik, yoxsa deyə bilmərik ki, lafsan lifində mürəkkəb efir qrupu deyə bilərik. Deyə bilərik. Ay sağ ol. Lafsan lifində bəli, deyə bilərik. Lafsan lifində məsələn, onları bir də o çəkmirəm hamısı, monomerləri bir dənə sizin yadınıza salıram. Tereftal turşusu idi, tereftal turşusu. Bir də deməli etilen glikol idi. Bu da etilen glikol. Tereftal turşusu, etilen glikol. Bunlar əmələ gələn, lif əmələ gələn, buradan spirt hissədən H çıxırdı, buradan da OH çıxır. Bu hissə olurdu deməli lafsan lifində. Mən sizə desəm ki, lafsan lifində neçə dənə metilen qrupu var. Metilen qrupu siyahişidir. Lafsanda, lafsan lifində. Lafsanda 2N sayda metilen qrupu var. Metilen qrupunun sayı lafsanda 2N'dir. Karbonların sayını soruşsam uşaqlar, görürsünüz tereftalda 8-dir, etilen glikolda 2-dir. 10N sayda burada nə var? Karbon. Hidrogen sayını soruşsam, bu təpər bunları bilirsiniz ki, CH-lar. Bilirsiniz, sadəcə yadınıza salın. 1, 2, deməli 6 burada, deməli hidrogen 1, 2, 3, 4, 4 dənə də burada. 8N sayda hidrogeni var. Bir də karbonların hibrid vəziyyəti bizdən istənilə bilər. Karbonların hibrid vəziyyətidir. Tereftaldakı deməli 8N sayda karbon burada sp2-dir. 2N sayda karbon burada sp3. sp3 vəziyyətində. Uşaqlar gəlirəm neylon lifinə. Neylon lifi nədən əmələ gəlir? Heksametilen diaminlə nədən yaranır? Adipin turşusundan yaranır. Adipin turşusu necə idi? Deməli 2 əsaslı turşu idi. Deməli bu şəkil. Desəm ki sizə uşaqlar, burada deməli bu necə yaranır? Burada amin qrupu ilə COH qrupu reaksiyada iştirak edir. Turşu hissədən hidrogen, amin qruplarından, turşudan OH, amin qrupundan da H çıxır. Desəm ki sizə uşaqlar, deməli neylon lifində metilen qruplarının sayı neçədir? Görürsünüz ki, neylon lifində 6 burada, 4 burada. 10N sayda burada metilen qrupu. 10N sayda metilen qrupu. Karbonu neçə dənədir? Karbonu bunun 12N-də. 12N dənə karbonu var. Hidrogenin sayısam 2, 6-nı 2-yə vururam, 12, o da 2, 14. 8 də. Neylon heksametil diaminlə adipin turşusudur. Heksametilen diaminlə adipin turşusudur. 22N sayda burada hidrogen var. Ben bunu niyə belə yazıram bilmirəm. Ola bilər ki, lifin quruluşunu çəkməkdə əziyyət çəkəsən. Amma quruluşu biləndən sonra monomerləri onu rahatlıqla tapmaq mümkündür. Deməli, bundan sonra uşaqlar karbonların hibrid vəziyyətini istəsə bizdən, mədənə qulaq as, karbonların hibrid vəziyyətini istəsə, deməli, buradakı karbonlar hamısı sp3, buradakı karbonlar da sp3, bir dənə COH-dakı karbonlar hansı hibrid vəziyyətindədir? sp3. 2N sayda karbon sp2-dir. 10N sayda karbon hansı hibrid vəziyyətindədir uşaqlar? sp3 hibrid vəziyyət.